hər səhər tezdən mən özüm 2 saat tıxacda qalıram və gedəndə özümü düşünürəm ki, yəni bəlkə dəyişim yaşadığım yeri tıxac artıq stress verir. Valideynlər elə düşünürlər ki, ümumiyyətlə elə gəlir insanlar elə düşünür ki, imtahanı verməmək ya da hansısa bir şeydən kəsilmək ölümə bərabərdir. Müəllimlər bunu görsə belə təəssüf ki, bəzən psixoloqlarla bunu gedib bölüşmürlər. Ya da uşağı çəkib özünə soruşmur ki, səndə nə baş verir, bu gün əhvalın aşağıdır, bəlkə nəyəsə ehtiyac var, bəlkə nə bilim ailəsində bir problem var, 650 baldan yuxarı yığan sinif yoldaşlarım var idi. Hansı ki, onlar çox balanslı həyat yaşayırdılar. Fatimə xanım, xoş gəlmisiniz. Xoş gördük. Necə hiss edirsiniz özünüzü bu gözəl səhərdə? Çox həyəcanlı, bir o qədər də xoşbəxt. Çünki ilk podkast çəkilişimdir və mənə çox maraqlı gəlirdi ki, bu proses necə gedir. Çox sevinirəm və təşəkkür edirəm. Xoş gəlmisiniz. Fatimə xanım, sizi tanımayanlar üçün istəyirəm özünüzü təqdim edəsiniz. Ondan sonra mövzumuza keçid edək. Fatimə Abuşova, klinik psixoloqam. Bakalavr təhsilimi Bakı Dövlət Universitetində almışam. Magistratura təhsilimi isə Azərbaycan Tibb Universitetində almışam. Hal-hazırda dövlət müəssisələrinin birində psixoloq olaraq çalışıram. Həmçinin də aktiv olaraq psixoterapiya fəaliyyəti ilə məşğulam. Fatimə xanım, sizi bu podkastda çağırmağımın və burada sizinlə oturmağımın əsas məqsədlərindən biri budur ki, müasir dövrdə uşaqların stressi ilə bağlı danışaq. Nəyə görə bu mövzu xüsusən əhəmiyyətli olmağa başladı mənə? Son dövrlərdə mən getdikcə valideynlərdən uşaqların psixoloji vəziyyətlərinin pisləşməsi ilə bağlı artıq mesajlar alıram, söhbətlər edirəm. Uşaqların bəzən ürəyi tutur yavaş-yavaş, bəziləri başqa bir hallar psixoloqa, psixoterapevtə belə aparırlar hal-hazırda. Vəziyyətlərin pisləşdiyini görürük. Və mən istəyirəm ki, biz bu gün bu mövzunu biraz aydınlaşdıraq, həm valideynlər üçün, həm izləyən uşaqlar üçün, həmçindəki məktəbdə müəllimlər üçün. Ümumi olaraq sizcə hal-hazırdakı təhsil sistemi, siz təhsilin içində deyilsiniz, amma ən azından bu iştirakçılardan birisiniz də, gənclərlə aktiv işləyirsiniz. Əvvəlki dövrlərə nisbətən daha stresslidirlər ümumiyyətlə uşaqlar və stresslidirlərsə niyə bu qədər stres var? Anladım. Orada qeyd edərdiniz ki, təhsilin içində deyiləm. Düzdür, hal-hazırda son bir neçə aydır təhsilin sferasında çalışmıram, amma bundan əvvəl 2 il layihədə çalışmışam və təhsillə bağlı bir layihə idi. Bu məni sevindirir ki, onlar haqqında da məlumatım var. Ən azından oradan müşahidələrimi bölüşə biləcəm sizinlə. Maraqlı məqam bundan ibarətdir ki, burada bir neçə dənə faktor var. Biraz qoca nənələr kimi danışmış ola bilərəm, amma birinci faktor mənə elə gəlir ki, əvvəllər hər şey bu qədər bilinmirdi və bastırılırdı. Nə mənada tutaq ki, əvvəllər telefonlar yox idi, sosial şəbəkələr yox idi və insanlar fərqli yollarla məşğuliyyətlər tapıb vaxtını keçirməyə çalışırdı. Tutaq ki, 4-5 saat məktəbdə olurdusa, sonra evə gəlirdi, ev tapşırıqlarını eləyirdisə uşaq. Fərqi yoxdur, kənd yerində olsun, şəhərdə olsun. Daha sonra özü ilə bağlı başqa fəaliyyətlərlə məşğul olurdu. Hətta televizorun daha keçmiş zamanlara getsək, televizorun bu qədər yaygınlaşmadığı dövrlərdə də fərqli məşğuliyyətləri var idi uşaqların. O nənələrimiz, babalarımız deyirdi, necə olur, mənim vaxtım 24 saatımı keçirdi, indi siz uşaqların telefonsuz vaxtı keçmir. Səbəblərdən biri mənə elə gəlir ki, artıq telefonun, televizorun, sosial şəbəkələrin bu qədər yaygınlaşmasıdır. Nəyə görə bu stres faktoruna çevrilir? Biz eyni anda, elə özümə də aiddir, eyni anda biz çevirəndə, belə deyək də, sosial şəbəkələri bir neçə emosiya davamlı dəyişməyə başlayır. Məsələn, birdən çox qorxulu bir situasiya görürük, bir video görürük, daha sonra çox gülməli bir şey görürük. Eyni anda bir neçə dənə, belə deyək, birini rus dilində izləyiriksə, birini ingilis dilində izləyirik, birini türk dilində, birini Azərbaycan dilində və fərqli emosiyalar dayanmadan, belə deyək, bir-birini əvəz eləyir. İstənilən şey artıq sosial şəbəkələrdə paylaşılır. Buna oxşar şeylər. Yəni stresi artıq istər-istəməz artırır. Nə mənada daha konkretləşdirsəm, yolda dava eləyən birini də görsək, kimsə çəkir, tez paylaşır. Əvvəl bu qədər hər şey görünmürdü. Əvvəl bu qədər hər şeyin fərqində deyildik. Bilməyə də deyirəm, kimsə qəza eləyibsə bu yaxınlarda, məsələn, hansısa rayonların birində məktəblilər qəza eləmişdi. Məsələn, mən xatırlayıram, işdə təsadüfən açdım, gördüm. Bu mənim üçün artıq narahat edici bir situasiya oldu da. Əvvəl belə deyildi, 10-15 il əvvəl bu qədər yaygın deyildi hər şey. Nə vaxtsa televizorda görərdik, görməzdik. Bundan əlavə olaraq artıq şəhərləşmə dövrüdür. Ən bəsit hər səhər tezdən mən özüm 2 saat tıxacda qalıram və gedəndə özümü düşünürəm ki, yəni bəlkə dəyişim yaşadığım yeri tıxac artıq stress verir. Heç uşağı qoyuram qırağa, elə özümüzdən götürürəm. Bunların hər biri o şəhərləşmə olsun, sosial şəbəkələrin artması olsun və digər faktorlar bu stresi artırmağa başlayır. Əlavə olaraq günü-gündən imtahan şərtləri çətinləşməyə başlayır.
əgər məktəblilərə keçiriksə, məsələn, valideynlərin həddindən ziyadə yüksək gözləntiləri olsun. Valideynlərin ümumiyyətlə valideynlər elə düşünürlər ki, ümumiyyətlə elə gəlir insanlar elə düşünür ki, imtahanı verməmək ya da hansısa bir şeydən kəsilmək ölümə bərabərdir. Halbuki yaş keçdikcə, 30-a çatdıqca biz görürük ki, məsələn 22 yaşında o magistratura üçün ya da bakalavr imtahanı üçün keçirdiyimiz stres əslində elə belə bir şey imiş də. O imtahandan kəsilsək belə bizim alternativlərimiz var imiş. Başqa bacarıqlarımızı ortaya qoyub qazana bilərmişik, həyatda yaşamağa bir şey tapa bilərmişik. O qədər məsələn ola bilər ki, peşə təhsili alıbdı dərzliyi üzrə, başqa tutaq ki, maşın qayırma üzrə. Hal-hazırda maddi olaraq çox gəlirli bir sahədə çalışır. O qədər rastladığımız belə insanlar var. Amma təəssüf ki, bizə bu gözləntilər bu şəkildə qoyulmur. Hamı düşünür ki, eybi yox, istəmədiyi bir yerə də girsə olar. Əsas bir dənə universitet oxusun, diplomu olsun. Təəssüf ki, belə bir yayğınlıq var, belə bir fikir yayğınlığı var. Nə dərəcədə doğrudur, bu artıq sualdır. Və istər-istəməz bu qədər gözlənti uşaqlarda stresi səbəb olur, sosial şəbəkələrin bu qədər yayılması, özünüz bilirsiniz bu oyunlar müxtəlif şiddət xarakterli oyunlar, bu PUBG olsun, digər oyunlar olsun. Bunların hər biri uğurlu olmasa belə şuuraltı olaraq bizə artıq bu aqressiyanı, stresi və necəsə nəyisə yükləmiş olur. Belə bir kitab oxumuşdum ümumiyyətlə. The Body Keeps the Score, Bədən Kayıt tutar adlı bir kitab. Böyük ehtimal bilirsiniz siz də bu kitabı. İzah belə verilir ki, yaşadığı müxtəlif mənfi duyğular, mənfi emosiyalar bədənində ifadə olunmadığı müddətcə, bayıra vurulmadığı müddətcə yığılıb qalır. Və o sonradan, yəni bədənə diqqət eləmirsənsə, qulaq asmırsan, sonra daha böyük bir problem olaraq bayıra çıxır. Bu deyəsən ola bilər səpkilər formasında, ürək tutması da ola bilər, yəni hər şey ola bilər də. Mənim sualım bundan ibarət olacaq. Məktəb kontekstindən götürüm söhbəti. Bir valideyn və yaxud da ki, məktəb müəllimi necə hiss eləyə bilər ki, bir şagird stresslidir? Yəni bu daha böyük problemə çevrilməmişdən əvvəl, psixoloji bir problem şəklini almamışdan əvvəl onu hardan hiss eləyə bilər ki, bu şagird stresslidir? Necə kömək eləyə bilər ona? Simptomları nədir belə deyim? Aydın. Ən birinci elə özünüzdə vurğuladınız ki, bədən çox önəmlidir. Biz özümüz adi psixoterapiyaya da bədənə xüsusi önəm veririk də. Bədən həqiqətən ifadə olunmamış hissləri, emosiyaları yığıb saxlayır özündə. Ona görə də elə zaten baxanda da birinci o stres olsun, aqressiya olsun, birinci o bədəndə bilinir. Məsələn, o dayanmadan ayağa əsən insanlar var, ifadə olunmamış şeylərdə də əllərini yeyən insanlar var, dırnaqlarını yeyirlər, qopardırlar, bilməm görmüsünüz, yara olur buraları, ağrıyır, amma ağrımasına rəğmən hələ də davam elətdirən insanlar var bunu. Müəllimlər müşahidə edə bilər elə ki, tutaq ki, əvvəllər başqa cür idi bu uşaq, indi birdən-birə dəyişibdi, necəsə aqressivləşməyə başlayıb, hər şey ona toxunur. Artıq onu qıcıqlandırır, kimi deyil məsələn dərslərini oxuması, yəni ümumiyyətlə hiss olunur, yəni bir dəyişikliyi olduğu müəyyən olunur uşaqlarda həmin dəqiqə. Valideynlər də həmçinin, əgər uşaq sakitdirsə, hər şey normaldırsa, birdən-birə əgər onda belə deyək, çevriliş baş verirsə, gözlə görülər bir dərəcədə. Demək ki, burada nəsə var. Bu stressdən də ziyadə başqa bir şey ola bilər. Məsələn, mən oxuduğum ədəbiyyatlardan deyirəm sizə, psixoaktiv maddə istifadə edən şəxslər tutaq ki, uşaq vaxtı, yeniyetmə vaxtı ya özünün müsahibələr aparanda məlum olurdu ki, uşaq deyir ki, məsələn, mən əslində normal uşaq idim. Yəni məktəbə gedərdim, gələrdim, dərslərimi oxuyardım. Birdən-birə məsələn dərslərimi oxumağım azaldı, digər fəaliyyətlərimdə dəyişiklik yarandı və anam tutdu ki, mən artıq əvvəlki kimi deyiləm və məni başladı sorğuya, suala tutmağa ki, səndə nə baş verir? Və müəyyən elədi ki, bəs mən siqaret və narkotik istifadəsinə başlamışam və bu кейslərlə çox rastlaşmışam. Bu elə bir şeydir ki, bu gözlə görülməyəcək bir şey deyil də. Zaten o birdən-birə enerjili insan indi özümüzdən belə götürsək, tamamilə dəyişir, əhval-ruhiyyəsi aşağı düşməyə başlayır. Yemək yeyəndə bu yemək yeyilməsi azalır, iştah azalır ya da çox artır. Yuxu rejimi tamamilə dəyişmiş olur, ya çox yatmağa başlayırıq ya da ki, çox az yatmağa başlayırıq. İstər-istəməz bu görülə biləcək bir şeydir, ən azından ana tərəfindən, ata tərəfindən. Təsəvvürən ki, gecə saat 4-dür, 5-dür, uşaq hələ də telefona baxırsa, bu fərqi yoxdur, daha az yaşlı olsun, tələbə belə ola bilər. Ya da ki, nə bilim, yeməyi əvvəlki kimi yemirsə, arıqlama gedirsə, əhval-ruhiyyəsi aşağıdırsa, əvvəlki kimi deyib gülmürsə, lap deyib gülməyə qoyuram bir qırağa. Psixoloji rifahında aşağı düşürmə hiss olunacaq bir şeydir. Müəllimlər də bunu rahatlıqla hiss eləyə bilərlər. Sadəcə bizim problemimiz odur ki, mən elə düşünürəm, həqiqi mənada müəllimlər ikinci anadır, nə mənada doğma ana olmasa belə daha çox kontaktımız olur da məktəbdə, universitetdə. Nə bilim saat 8-də başlayır dərslər, mənə elə gəlir saat 1-də, 2-də bitir də. Ən azından yarısını günün müəllimlərlə kontaktda oluruq, biz sinif rəhbərləri ilə kontaktda oluruq. Amma müəllimlər tutaq ki, bunu görsə belə təəssüf ki, bəzən psixoloqlarla bunu gedib bölüşmürlər ya da uşağı çəkib özünə soruşmur ki, səndə nə baş verir, bu gün əhvalın aşağıdır, bəlkə nəyəsə ehtiyac var, bəlkə nə bilim ailəsində bir problem var deyə o belə
hiss eləyir. Bu təkcə stress şey deyil də. Belə deyək, tıxac bayaq qeyd etdim ki, təsir eləyər stressimizə, sosial şəbəkələr təsir eləyər, amma ailə faktorları var, sosial faktorlar var. Adi bir inflyasiyanın olması belə, ailədə maddi durumun dəyişməsi belə stresslənmək üçün bir faktordur, yəni sosial faktordur. Biz məsələn birinə mən diaqnoz qoya bilmirəm psixoloqam əlbəttə, amma psixiatr belə bir diaqnoz qoyanda, depressiya diaqnozu qoymamışdan əvvəl bir baxır sosial faktorlara ki, bəlkə insanın maddi vəziyyəti düzəlsə, tutaq ki, ya da ailə daxili hansısa bir məişət məsələsi düzəlsə, onun hamısı əhval-ruhiyyə də qalxacaq, stres məsələsi də aradan qalxacaq. Yəni bunlar çox önəmli bir faktorlardır. Ailə faktoru və oradakı rifahın, əmin-amanlığın olması çox önəmlidir. Biz ki, mən diaqnoz qoya bilmərəm. O sahənin insanı olaraq biz Kanadadakı insanlar elə gözəl qoyuruq bu diaqnozu. Narsist son zamanlarda çox yayılır. Deyir, filan kəs narsistdir, o stresslidir, filan kəs depressiyadadır. Yəni mən elə gəlir biz bu xırda şeylərdən tutub ki, məsələn diaqnoz qoya bilmərik də. Yəqin ki, biz uyğun bir adama yönləndirik. 100%. Hətta daha maraqlıdır ki, özümüz də özümüzə diaqnoz qoyuruq. Sual verəndə ki, necəsən, cavab olur ki, depressiyadayam. Depressiyanı qoymamız üçün kriteriyalar var da, neçəsə həftə, neçəsə ay bu bizdə olmalıdır. O məsələn 9 kriteriyadan 4-ü 5-i bizdə olmalıdır və s. Azərbaycanda məsələn XBT ilə qoyulur, DSM ilə qoyulur və s. Bunu da psixiatrlar qoya bilərlər. Amma biz təəssüf ki, özümüzə diaqnoz qoyuruq. Lap diaqnostik bir şey olmasa belə daha fərqli bir özümüzə etiketlər yapışdırmaq xoşumuza gəlir. Bu yaxınlarda mən də birini yapışdırmışam məsələn. Bu yaxınlar təzəlikdir, özümə ADHD və ADD diaqnozu qoymuşam. O Azərbaycan dilində versəs necə gedir? Diqqət və hiperaktivlik pozuntusu. Diqqət və hiperaktivlik pozuntusu. Bu yaxınlarda demişəm ki, mən deməli buyam. Necə belə bir qərara gəldiniz? Onu deyəcəm sonra. İndi keçək növbə telefon hissəsinə gəlmək istəyirəm. Normalda biz deyirik ki, telefon pisdir, yaxşı deyil və s. deyirik. Mənə elə gəlir ki, insanlar bunun həqiqətən nəyin pis olduğunu bilmədiklərinə görə verirlər. Məsəl üçün, uşaqlar üçün bilirəm ki, ayrı bir problemdir. Beyinlərin inkişaf müddətində yanılmıramsa 3 yaşa kimi beyin inkişaf edir və telefonda sürətlə dəyişilən şeylərə beyin hazır deyil və çoxlu reaksiyalar verir, sürətli reaksiyalar verir deyəsən və bu uşağı fərqli-fərqli nəticələrə gətirib çıxara bilər. Hər kəsdə eyni dərəcə təsir vermir, amma fərqli dəyişikliklərə gətirib çıxarır. Böyüklər üçün mən belə bir şeyin fərqinə varmışdım uzun müddət əvvəl. Ondan sonra bütün sosial mediaları demək olar ki, yoxam da, yəni özüm şəxsi olaraq istifadə eləmirəm heç bir sosial medianı. Telefonumda da yoxdur. Nəyin fərqinə vardım? Deməli biz adi Instagramda getdiyimiz zaman bayaq dediyinizin üzərinə əlavə edirəm. Siz bunu artıq demişdiniz. Görürsən, gülməli bir şeydir, sonra birdən çox ağır bir dənə bir şey göstərirlər ki, çox belə dəhşət insan özünə gələ bilmir də bir müddət. Sonra daha komik bir şey, sonra daha yüngül bir şey, sonra birdən-birə yenə ağır bir şey. O telefonu söndürür, amma gecə yatmağa gedəndə o ağır bir şeylər insanın alt üzərinə təkrarlanır və fikir verirəm ki, hamımız ona görə daha həyəcanlı oluruq gün ərzində. Daha belə gərgin oluruq. O bizi məhv eləyir bir tərəfdən. Daha betərin deyim, necə ifadə edə bilmirəm. Mən bunu müşahidə elədim müharibə dövründə və korona eyni vaxtda düşdü, xatırlayırsınızsa. Və əlbəttə ki, biz təkcə Azərbaycanın xəbər kanallarını izləmirik, tutaq ki, xaricilərdən də kimisə izləyirik. Əlbəttə ki, xaricilər gülməli bir video paylaşır, amma Azərbaycanda bütün xəbər saytları, hər kəs də, yəni özümüz də qarşı antiterror əməliyyatı ilə bağlı bir şey paylaşırıq ya da paylaşılır. Korona ilə bağlı kiməsə nəsə oldu, bu paylaşılır tez-tez, hamı yaxınlarını itirir və mənə elə gəlir ki, o dönəm mən şəxsən özümdən düşünürəm ki, çox ağır idi. Dayanmadan pis-pis şeylər, birdən hansısa bir xarici, tutaq ki, aktrisanın bir gülməli videosu və həmin anda beyinlə yaşayır. Çox qəribədir, bilmirik gülək. Zaten ölkəmizdə məlum idi vəziyyət. Sevindirici olduğu qədər xoş olmayan şeylər də var idi. Məsələn, o qədər ağır bir dönəm idi ki, indi tutaq ki, daha da yüngülləşibdi, rifah içindəyik, əmin-amanlıqdır. Amma məsələn, indinin özündə belə təsəvvür edirsiniz, yəni yenə deyirəm, xəbər saytları paylaşır ki, kimsə maşın vurdu və nəsə baş verdi. Onun ardınca gülməli bir dənə komediya ustasının bir şeyi gəlir. Dəhşətlidir. Yəni beyin həqiqətən də bilmir ki, necə reaksiya versin eyni anda. Doğrudur. Bu yaxınlarda belə bir xəbər qarşıma çıxdı. Danışan şəxs kim olduğunu tam olaraq xatırlamıram, amma sahəsinin mütəxəssislərindən biri idi. Dedi ki, normalda əslində 18 yaşına kimi heç bir gənc sosial media istifadə etməli deyil. İnternet yox, sosial media istifadə etməli deyil. Çünki deyir, mən uşağıma ona icazə vermirəm, ona görə icazə vermirəm. Onu xüsusən də yeniyetməlik dövrünü keçirdiyi zaman minlərlə tanımadığım insan asan bir şəkildə ondan əlaqə qura bilər və bu böyük bir təhlükədir. Mən onu başqalarından belə əl çatanlayan, əlin altında qalmasına icazə verə bilmərəm. O inkişaf edir və minlərlə tanımadığımız, yəni hər cür insan ondan əlaqə saxlaya bilər. Səbəblərdən biri bu idi əslində. Siz bundan razısınız? Necə saxlaya bilərik uşaqlar 18 yaşında sosial mediasız, Instagramsız, TikToksuz? İndi uşaqlar hamısı TikTok çəkir. Belə
Sosial şəbəkə bayaqki sualı verəndə mənim ağlıma maraqlı bir məsələ gəldi ki, dediniz, sosial şəbəkədən ya da ümumiyyətlə internet vasitələrindən istifadə etmək olar, amma bunu necə istifadə etməyimizdir də əsas məsələ. Yenə eyni şeyə gəlirik ki, sosial şəbəkələrdən nə şəkildə düzgün istifadə edə bilərik və burada məsələ valideynlərdir mənə elə gəlir. Nə mənada? Əgər gəlin açıq danışaq da, mən tutaq ki, özüm valideyn olaraq səhərdən axşama qədər sosial şəbəkələrdə gəzirəmsə, ola bilər ki, lap mən səhərdən axşama qədər faydalı bir məlumata baxıram. Amma uşaq mənə baxanda görürsə ki, mən ancaq sosial şəbəkəni fırladıram, uşağın zaten təqlid etmə bir bacarığı var da, zaten dünyaya gələn ilk uşaq birinci valideynini təqlid edəcək, həm dil baxımından, həm olsun digər davranışlar baxımından. Əgər valideyn də dayanmadan sosial şəbəkəyə baxmağa görürsə, nə bilim, indi artıq bilirik də TikTokda bəzi canlı yayınlar və s. Ananın yanında oturub əgər bunu görürsə, atanın yanında bunu görürsə ki, demirəm bu pis ya da yaxşı bir şeydir. Övladın da ondan götürdüyü zaten bu olacaq da. Bizə lazımdır ki, bu tərbiyə məsələsinə də aiddir, sosial şəbəkəni qoyuram qırağa. Bizə lazımdır ki, ilk özəlliklə 0-6 yaşda və daha sonra da 6-12 yaş arası özəlliklə valideyn də özünə bir çəki düzən versin. Yəni yenə deyirəm, bu məcbur deyil, valideyn istəmədiyi şeyi məcbur eləsin öz-özünə, kitab oxumaq sevmirsə oxumasın. Amma gəlin açıq danışaq ki, əgər uşaq açıq gözünü görürsə ki, valideyn mütəmadi olaraq kitab oxuyur, özünü inkişaf etdirir, təhsil alır, təhsil almasa belə daha müsbət mənada bir şeylər eləyir. Əlbəttə ki, övlad da ona baxıb ona uyğun bir şeylər götürəcək və onu o şəkildə təqlid eləyəcək. Düzdür, hər kəs individualdır, dəyişir bu sosial şəbəkədə digər məsələlər də. Amma mənə elə gəlir o 0-6 və özəlliklə 6-12 yaş arası, 0-12 deyək də, bu yaş arası övlada verilən tərbiyə və istiqamət gələcəkdə özünü göstərir. Biz övlada internetin faydalı tərəflərində olduğunu izah eləsək və öz üstümüzdə də göstərsək, əlbəttə ki, övlad da onu belə deyək də yaxşı bir şəkildə tənzimləyəcək, balanslaşdıracaq. Belə bir dövrdə yaşayırıq ki, gəlin açıq danışaq, hamı sosial şəbəkədən istifadə eləyir. Biz desək ki, bu şeyi izləmə, bu şeyə baxma. Hətta mənim yadıma gəlir, bizim müəllimlərimizdən biri çox maraqlı misal çəkmişdi. Deyir, övladıma 5 yaşına qədər icazə vermədim hər hansı bir cizgi filminə baxsın ki, televizordan istifadə ona ziyanlıdır. Deyir, sonra getdi məktəbə və uşaqlar hamısı cizgi filmindən danışırmış, baxdıqları filmlərdən danışırmış. Və mənim övladım deyir, orada sosial adaptasiya məsələsində, ümumiyyətlə qaynayıb qarışmaq və ünsiyyət məsələsində çox çətinlik çəkirdi. Deyir, sonra gəldim, oturdum, özüm də onunla bir yerdə baxdım cizgi filmlərinə ki, heç olmasa onun danışmağa mövzusu olsun da. Çünki onun mövzuları ilə o birilərinin mövzuları uymur və necə adaptasiya olunacaq və necə olacaqdır bu proses. Ona görə də nədənsə tam məhrum eləmək də ifrat dərəcədə yaxşı olmadığını düşünürəm, amma nəyinsə ifrat dərəcədə verilməsinin də yaxşı olduğunu düşünürəm. Hər halda balanslaşdırmaq və bu balansı öyrətmək. Yəni birinə 18 yaşında telefon verəndə, sosial şəbəkə verəndə ehtimallardan budur ki, 100% olmasa da, ehtimallardan biri odur ki, o acgözlüklə başlayacaq sosial şəbəkələrə baxmağa, çünki nə olduğunu bilmir. İnternetdən istifadənin, düzgün istifadə etmənin nə olduğunu bilmir. Hər halda balanslı istifadə mənə elə gəlir ki, daha məqsədə uyğundur. Mən məsələn şey düşünürəm, yadıma gəlir öz məktəbdə oxuduğum dövrdə mənim çox yüksək yığan 650 baldan yuxarı yığan sinif yoldaşlarım var idi. Hansı ki, onlar çox balanslı həyat yaşayırdılar. Özlərinə qulluq da eləyirdi, xanımlar yadımdadır. Nə bilim, saç baxımlarını da hər zaman edərdilər, restorana da gedərdilər, sosial şəbəkələrdən istifadə edərdilər, telefonun ən son modelini də istifadə edərdilər. Amma 670-680 bal yığardılar, istədiyi yerə də girmişdilər hər birə. Yəni mənə elə gəlir ki, bu daha çox qoyulan tərbiyə, düzgün istiqamətləndirmə, bunların hamısı rol oynayır. Məsələn, elə adam ola bilər ki, çox yüksək bacarığı var başqa şeyə, bəlkə o üzrə daha yaxşı olacaq. Biz onu doğru yönləndirəndə əlbəttə ki, yüksək bal da yığacaq, başqa şeylər də olacaq, daha uğurlu olacaq da prosesdə. Mən belə düşünürəm ki, hər şeyin ifratından qaçmaq lazımdır. Burada balanslı sözün xüsusi vurğulamaq lazımdır mənə elə gəlir ki, çünki dediklərinizi fürsət kimi istifadə edə biləcək bir çox insan var. Məsəl üçün deyəcək ki, bəs dedi ki, onlar da telefonu ver uşağa, məhrum qalmasın. Telefonu verib getməmək. Baxaq ki, necə verir o telefonu da. Yəni məsələn siz demiş 3 yaşına qədər uşağa götürüb telefonu qabağına qoymaq ki, yox o işləsin, baxsın hansısa bir cizgi filminə. Mənim də vaxtım boş olsun. Mənim yadıma gəlir, mənim söhbət etdiyim bir xanım var idi. O demişdi ki, özü təhsilli bir xanım idi. Deyirdi ki, mən başa düşürəm, indi uşağa ziyandır, amma bəs mənim burada digər işlərim var. Axı məsələn, mən dərs keçməliyəm, nə bilim, gedib gəlməliyəm, bəzi işlərimi görməliyəm, bununla paralel ev işlərimi də görməliyəm. Uşağa baxmaqdan çatdıra bilmirəm. Ona görə də məcburam getsin 3 saat, 4 saat baxsın hansısa bir cizgi filminə. Bu da doğru deyil əlbəttə ki. Zaten valideyn olmamışdan öncə bunları biz düşünürük də. Mən övlada baxa biləcəmmi, geri gələndə hardasa özümdən keçə biləcəmmi ya da balanslaşdıra biləcəmmi, bunu ona görə hazırlayıb özümü bu prosesə girirəm. Əks halda demiş beyin proseslərində də problem olacaq, diqqəti də yayınacaq, digər şeylər də olacaq.
Ona görə də mümkün qədər balanslı hər şeydə. Fərqi yoxdur bu uşaq olsun, böyük olsun, özümüzdən də götürək. Mən istifadə eləmədim bir ay sosial şəbəkələrdən özüm. Gördüm ki, necə gözəl kurslar və tədbirlər olubdu və mən bunu qaçırmışam da. Mən çox istəyərdim o kurslara gedimdi. Məsələn, mən hal-hazırda bir kursa qatılıram. Orada onun məlumatını sosial şəbəkədən almışam. İndi düşünürəm ki, yaxşı ki də bu sosial şəbəkədən istifadə edirəm. Amma hamı mı bunu istifadə edir bu şəkildə balanslı? Bu ayrı məsələ. İstəyirəm mövzudan çox yayınmadan təkrar qayıdaq məktəb kontekstinə. Məktəb kontekstində hal-hazırda bilirik ki, çoxlu imtahanlar verirdi şagirdlər. Tabor Matini bayaq biz müzakirə eləmişdik. Onun bir sözü var idi. Sizə də demişdim onu. Ki, hal-hazırda hansı bir yetişkin bir insanı desək ki, bu imtahan deyildi, amma elə-belə qoyuruq bura. Yalandan bir imtahana salsaq, desək, desək ki, bu yalancıdır, yəni bunun heç bir təsiri olmayacaq. Onun stres səviyyəsini ölçübləri çox yüksək olur. Yəni düşünün deyə biz böyükləri bu qədər stresli olduğu halda biz uşaqları kiçik yaşlarından dəfələrlə imtahana məruz qoyuruq. Burada soruşmaq istədiyimiz, sizcə həll yolu olaraq biz bu imtahanları azaltmalıyıq, ləğv eləməliyik, yoxsa uşaqları buna hazırlamalıyıq? Nə düşünürsünüz? Qəşəng sualdır. Elə siz deyəndə mənim ağlıma nə gəldi? 2 gün əvvəl bir kitab oxuyurdum. Orada da imtahan həyəcanı ilə bağlı bir məqalə, belə deyək də, tədqiqat paylaşmışdılar. Və sizin dediyinizə qüvvət, orada daha basic bir şey eləmişdilər. Deyir ki, biz bir qrup insanı yığırıq və onlara imtahan falan da yox. Yəni yalançı imtahan da yox. Sadəcə deyirik ki, gəl tutaq ki, 1000-dən 25 çıx, 35 çıx, 32 çıx. Sadəcə bunu hesablamağı da, yəni hesablama əməliyyatlarını eləyək və baxaq görək ki, sən eləyə bilirsən ya yox. Və çox bir basicdir də, qabaq-qabaq oturub prosta belə sual veririk. Deyir, o adamların həyəcan səviyyəsini ölçüblər və beyində gedən prosesləri ölçüblər və məlum olub ki, həmin insanlarda elə imtahan həyəcanına bənzər həyəcan müşahidə olunubdur. Və orada tədqiqatın sonunda da belə bir şey var idi ki, indi görün, sadə bir hesablama əməliyyatını eləyəndə insanın əlləri tərləyirsə, əsməyə başlayırsa, üzü qızarırsa, yəni həyəcanın əlamətləri varsa, indi görün ki, digər imtahan prosesində bunun hansı səviyyəsi yaşanır. Maraqlıdır. O ki, qaldı sizin sualınıza. Həyəcan hər zaman olacaq. Nəyə görə bu tədqiqatı bölmüşdüm? Zaten sınanma qorxusu deyirik də, bu türklər sınav deyir, sınanma, yoxlanılma qorxusu kimi bir şeydir də bu. Qorxu əslində hamıda olmalıdır. Qorxunun olmamağı anormal bir şeydir. Zaten və həyəcanla eyni bir şeydir. Yox, ayrı-ayrı şeylərdir. Amma qorxu, həyəcanın olmağı da tamamilə normaldır. Bizə hərəkət verən qüvvələrdir. Məsələn, biz qorxmasaq, təsəvvür edin ki, məsələn, hansısa bir çaydandır, uşaq vaxtı gedib biz toxunuruq və əlimiz bir dəfə yanır və biz bilirik ki, çaydan çox qızğın olanda bizim əlimizi yandıra bilər ya da hansısa bir tava əlimizi yandıra bilər. Və ikinci dəfə biz onu qızğın bir tavaya toxunanda eləyəndə ehtiyat eləyirik. Ya çaydana toxunanda məsələn daha yavaş-yavaş toxunuruq. Daha nə bilim evdəkilərdən soruşuruq ki, bunu bayaq qızdırmışdınız ya yox, ya uzaqdan belə tuturuq, müşahidə eləyirik. Çünki biz bilirik ki və bir neçə dəfə təcrübə eləmişik ki, qızğın çaydana əlimizi vuranda əlimiz ağrıya bilər, yana bilər və bu bizi bu qorxu hissi qoruyur. Bu qoruma olmasa biz ağlımıza gələn hər şeyi eləyə bilərik. Yəni nə bilim gedib oturarıq, çox yüksək sürətlə maşın sürə bilərik. Gedib hardansa paraşütsüz tullana bilərik, qorxu hissi olmasa əlbəttə ki, gedib öləcəyik. Əslində qorxu bizi nədənsə qoruyur. Həyəcan da bizi bir o qədər hərəkət verici qüvvəsi var. Yəni biri var pozitiv, biri var neqativ həyəcan. Yəni pozitiv tərəfi odur ki, hərəkət verir bizə. Çünki mən bilirəm ki, imtahan var, imtahana hazırlaşmalıyam. Mənim heç bir hərəkət verici qüvvəm olmasa, oturub gözləyəcəm ki, hə də imtahan da gəlsin, heç bir şey oxumadan gedəcəm ki, hə imtahandır, mən yüksək bal toplamalıyam. Bu normal olmayan bir şeydir də. İmtahan varsa biz ona hazırlaşmalıyıq. Hazırlaşmaq üçün nəsə oxumaq lazımdır. Oxumaq üçün nəsə bir şey həyəcan verməlidir bizə. Həyəcanın olmağı normaldır və hansısa bir məktəbli bizi izləyəcəksə bilsin ki, bu yəni anormal bir şey deyil, hamıda olan bir şeydir. Amma bir də var dağıdıcı bir həyəcan, dağıdıcı bir stres. Burada artıq problem var. Əgər o stres bizi oxumağa icazə vermirsə ya da imtahan zamanı düşünmə qabiliyyətimizi, kognitiv proseslərimizi pozursa, aşağı salırsa, endirirsə və buna bənzər şeylər baş verirsə. Məsələn, bəziləri mən xatırlayıram, mənim hazırlıq yoldaşım var idi, əli o qədər tərləyirdi ki, şeylə gedirdi, dəsmalla gedirdi imtahana da ki, dayanmadan silsin, yoxsa yaza bilmirdi. Yaza bilmədiyinə görə vaxt itirirdi. Belə qəribə bir şeylər olurdu. Əlbəttə ki, bu həyat funksiyalığımızı pozursa
biz burada artıq danışmalıyıq imtahan həyəcanından. Mən tövsiyə eləyərdim ki, azaltmaqdan əvvəl birinci bir maarifləndirilmə aparılsın. İmtahanın olunması ya da imtahanın hansısa bir qaydası dəyişdirilə bilər. Mən xatırlayıram ki, mən liseydə təhsil alırdım və liseydə oxuyanda biz ildə 4 dəfə, indi axırdan axıra azaltmışlar desən, ildə 2 dəfə eləmişdilər, amma ildə 4 dəfə imtahan verirdik. Dayanmadan, yəni noyabrda, dekabrda, martda, bir də mayda idi səhv eləmirəmsə, dayanmadan biz imtahan verirdik və hər dəfə bölmə yenilənirdi və üstünə gəlirdi. Məsələn, onda düşünürdüm ki, nə əcəb bu imtahanların sayı bu qədər çoxdur da, olmazmı ildə bir dəfə olsun bu imtahan ya da ildə 2 dəfə olsun. Bizdə çünki çox təntənəli keçirilirdi imtahan, həmişə asılırdı hər yerdə cavabları falan və çox təntənəli bir şey olurdu. Məsələn, düşünürdüm ki, gərək varmı bu qədər bizi incitməyə? Yaxşı tərəfləri var idi, çünki mən 11 il boyunca eyni məktəbdə oxudum və mən vaxtın idarə edilməsini artıq öyrənmişdim imtahan zamanı ki, 3 saat necə idarə etmək lazımdır. Bakalavr və magistratura imtahanında çox köməyim oldu. Ümumiyyətlə hər bir şeyin qeyd edeyim ki, faydalı və ziyanlı tərəfi olur da. Yəni bu imtahanların faydalı tərəfləri də var mütləq. Məsələn, mən imtahanı verə-verə öyrəndim ki, hansı təmdən birinci başlamaq mənim üçün rahatdır. Vaxtı necə idarə edeyim, necə ümumiyyətlə hazırlaşmaq lazımdır imtahana. Bunların artıq hamısı 11 il ərzində minimum 40-44 dənə imtahan vermiş bir adam kimi məndə oturmuşdu və mənim üçün çox rahat idi bu. Məsələn, ilk dəfə imtahan verən insanlara bizim müəllimlər, məsələn, hazırlıq müəllimlərimiz tövsiyə verirdi. Bunu belə eləyin, onu eləyin. Mən özümü düşünürdüm ki, yox da mən onsuz da özümdə kəşf eləmişəm imtahan mənim üçün necə rahatdır və artıq özümü tanıyıram və bu prosesdə daha rahatam. Həqiqətən də köməyə dəyirdi. Amma mən faydalı tərəflərinə baxan bir insanam da hər şeydə. Bəs mənim sinif yoldaşlarım bunun faydalı tərəflərinə baxa bilirdilərmi? Məncə baxmırdı bəziləri, çünki əl-ayaqları əsirdi bəzilərinin hər imtahana girəndə. Yəni mənim yadıma gəlir, pilləkənlə biz qalxırdıq. Hər dəfə bir sinif yoldaşım var idi. 5-ci pilləkənin başlayanda çıxanda ağlamağa başlayırdı da. Mən hiss edirdim ki, onun üçün nə qədər stresslidir. Məsələn, o köçürməyə çalışırdı dayanmadan ki, ailə üzvlərim məni danlamasın buna görə. Ona görə də imtahana birinci məqsəd hazırlamaq və maarifləndirmə işlərinin aparılması. Amma bu maarifləndirmə işini standart belə olmalıdır. Prosta eləyək, ora yazaq ki, hə, aparıldı maariflənmə bir qoyaq kimi yox. Həqiqi mənada maarifləndirmə, qrup terapiyalarının aparılması, məsələn, həyəcanlı uşaqlarla, hansı ki, yenə deyirəm, bu dağıdıcı bir həyəcan stresidir. Onlarla bir qrup terapiyalarının aparılması, məktəb psixoloq olmasa digər klinik psixoloqların bunun üzərində çalışması, yenə deyirəm, tez-tez bir təlimlərin keçirilməsi ildə 1-2 dəfə mənə elə gəlir ki, faydalı olacaq. Yəni bizə lazımdır ki, onlara imtahanın faydalı tərəfləri də var əslində bunu göstərməkdir ya da onlardakı hansı düşüncə xətaları var ki, onlar bu qədər qorxurlar uşaqların özünü tanımasına kömək üçün faydalı olacağını düşünürəm. O ki, qaldı imtahanın azaldılması və digər şeylər. Bəlkə imtahan qaydalarını dəyişə bilər. Yəni necəsə bunu daha rahatlaşdırmaq olar. Düşünürəm artıq illərdir test imtahanının olması ən rahat versiyalardan biridir. Daha obyektivdir. Nəinki bilet çəkib danışmaq, orada daha subyektiv əsaslar ortaya çıxırdı ya da yazmaq. Daha obyektiv olduğunu düşünürəm, amma nəyisə necəsə rahatlaşdırmaq, yəni necəsə pillələri azaltmaq ola bilər. Bu da müzakirə oluna biləcək bir mövzudur. Mən açıq şəkildə onu deyim ki, 4-cü sinifi bitirənə qədər, hələ mümkünsə 7-8-ci siniflərə qədər qəti şəkildə imtahan verilməməsinin tərəfdarıyam. 4-cü sinifi bitirənə qədər qəti şəkildə olmasın və 7-yə kim nə bilim ildə bir dəfə ya belə olsun, ya belə olmasın. Çünki siz dediniz müsbət və mənfi tərəfləri. Mən bunun mənfi tərəflərinə biraz daha fokuslanıram. Çünki valideynlər arasında uşaqları elə bir ki, belə çox kobud bir nümunədir. At kimi yarışa salırlar ki, sən daha yüksək, sən daha yüksək, sən mənim uşağım. Bu çox ağır bir şeydir. Onun verəcəyi o körpə vaxtı, o bacarıqlar qalsın kənara. Onun 9, 10, 11-də də bəlkə 8-dən sonra formalaşdırmaq olar. Amma bu körpə uşaqların oyun vaxtlarından alıb, uşaqlıqlarından uğurlanıb o yarışa salırlar. O mənə böyük bir ədalətsizlik kimi gəlir. Çox böyük bir ədalətsizlik kimi gəlir. Onların vaxtından uğurlanır, onların psixologiyası uğurlanır, onların bilmirəm yaşama həvəsi uğurlanır bəlkə də. Yəni nə qədər otursun bu uşaq? Bu filan balı yığmaq üçün məktəbə gedir. Məktəbdən çıxır müəllim yanına gəlir. Müəllimdən gəlir, yenə gəlir evdə oturur. Bu hərəkət vaxtıdır bunun. Niyə bu qədər otursun bu uşaq? Mənə elə gəlir ki, bu dövrdə onun mənfi tərəfləri daha çoxdur, nəinki müsbət tərəfləri. Yuxarı siniflərdə məsələn tamamilə razıyam. Bəlkə 9, 10, 11-ci siniflərdə biraz daha belə verilməsi mən elə gəlir ki, daha yaxşı olardı. Fatimə xanım, tez-tez belə bir cümləyə rast gəlirik biz ki, bu yeni dövrün uşaqları. Mən elə gəlir ki, elə eramızdan əvvəl də bütün yaşlılar deyib ki, bu yeni dövrün uşaqları ki, biz oxşamır, fərqlidir. Həmişə də deyilib, indi də deyilir. Amma necə eləyə bilər ki, bu yeni dövrün uşaqlarının həm valideynlər daha yaxşı ünsiyyət qura bilsin, həm
müəllimlər nəzərə alsaq ki, bu dövr daha çox stres gətirən bir dövrdür. Aydındır. Burada yenə adaptivlikdən, adaptasiyadan danışacağıq, elastik olmaqdan danışacağıq. Valideynlər birinci özünü kəşf eləməlidir. Özünü kəşf eləməyən, o müəyyən bir anlayışları özündə oturda bilməyən valideyn əlbəttə ki, başlayacaq övladından çox yüksək gözləntilərə girməyə və yaxud da ki, ümumiyyətlə adaptasiya olmamağa. Əgər valideyn özü tutaq ki, biz çox rastlayırıq da buna ki, valideyn vaxtında istəyib həkim olsun, amma necəsə ola bilməyib, ailə həyatı qurubdur və hal-hazırda düşüb qızının oğlunun üstünə ki, sən mütləq həkim olmalısan və uşaq həkim olmaq istəmir. Ya da nə bilim, hüquqşünas olmalısan. Amma uşaq olmaq istəmir və burada xüsusilə vurğuluram, olmalısan, malı-məli cümlələri hansı ki bir tələb qoyur və bu tələbi təsəvvür ki, uşaqlıqdan bəri birinə qoyurlar və istər-istəməz bəzi övladlar bu cümlələrin altında əzilməyə başlayırlar. Ona görə də valideyn məncə bir özünə bir dönüb baxmalıdır ki, bunu da hamı eləmir əlbəttə, amma bir özünə dönüb baxmalıdır ki, mən nəyə görə övladımın həkim olmasını arzulayıram? Bəlkə mənim yarımçıq qalan hisslərim və arzularımla bağlı bir şeydir, ya necəsə mən ola bilər mən həkiməm, nəyə görə mən istəyirəm mənim uşağım da həkim olsun, ola bilməz ki, o IT üzrə mütəxəssis olsun, ola bilməz ki, o psixoloq olsun və digər şeylər. Yenə də o valideynin öz hissləri ilə bağlı, öz düşüncələri ilə bağlıdır. Hətta bəzi valideynlər öz övladlarından, hətta bununla bağlı bir videoda yayılmışdı ki, ana övladını dünyaya gətirir, amma o göbək bağını qopartmır. Təəssüflər olsun ki, bizim cəmiyyətdə bu sıx yayılıbdır. Biz övladlarımızla çox sıx, elə ki, belə yaşamırıq da, belə yaşayırıq, tutub saxlayırıq övladımızı və buraxmırıq ki, yoxsa məndən asılı olmalısan, mən səndən qopartmamalıyam özümü. Hətta bəzi övladlar sonra ailə həyatı quranda görmüsünüz də yəqin, ana, ata çox narahat olur ki, sən mənim yanımda qalmalısan, olmaz ki, sən qıraqda qalasan. Hətta ev alanda, bilmirəm, rastlaşmısınız, görmüsünüz, yox, mən görmüşəm, ev alırlar, eyni binadan alırlar ya da eyni həyətdə tikirlər evi ki, o mənim gözümdən o tərəfə getməsin. Elə bunu gətirək lap uşaq dövrünə, uşaqlıq vaxtına. Valideyn qopa bilmir deyə övladdan, övlad da necəsə çətinlik yaşayır və necəsə aslı bir münasibətin içinə girirlər. Və bu aslı münasibət gələcəkdə əlbəttə ki, uşağın hərəkət etməsinə mane olur, qərar vermə qabiliyyətinin zəif olmasına gətirib çıxardır. Ona görə də mənə elə gəlir ki, valideyn birinci özünü analiz etməlidir. Birinci hələ özü dövrə adaptasiya olmalıdır, elastik olmalıdır, elastikliyi özündə inkişaf etdirməlidir. Ondan sonra baxa bilərik ki, biz həqiqətən də indiki dövrün uşaqları pisdir, yaxşıdır, nədir, biz bilə bilmərik. Hətta mən bəzi valideynlərlə danışanda eşitmişəm ki, özləri də deyirlər ki, əslində mən uşaq vaxtı özümdə belə idim. Mama mənə belə deyirdi ki, sən də belə dırnaq içərisində pissən, eləsən, beləsən, bizə tabe olmursan. İndi mən görürəm ki, mənim övladım da belədir. Sadəcə mən onu qəbul eləyə bilmirəm deyə övladıma yenə özümdə deyirəm ki, sən pis birisən, mənim sözümə qulaq asmırsan falan. Halbuki valideyn özü də bunu necəsə eləyib öz valideynlərinə. Və bu çox normaldır. Özəllə də yeniyetmə vaxtı əgər övlad valideyninə etiraz eləmirsə və hər dediyini qəbul edirsə, bu daha sağlam olmayan versiya olardı bizim üçün. Nəinki biz ağıllı uşaq deyirik, uşaqlar ağıllı bala deyirəm. Sözümə qulaq asır. Ağıllı olan və bu sonu yaxşı yerə getmir əksinə. Gələcəkdə nə olur? Öz qərarlarını verə bilməyən, seçimlərini edə bilməyən, münasibət quranda kiməsə tabe olan daha çox, tabe olmaqda nəyi nəzərdə tuturam, kimsə tərəfindən idarə olunan, nə deyək, sanki bir əşyaymış kimi onu elə, bunu elə deyilən bir şəxsə çevrilir və gəlir 45-50 yaşına və bir gün deyir ki, mən bu həyatı özüm üçün yaşamamışam, mənim övladlarım üçün yaşamışam, həyat yoldaşım üçün yaşamışam və aləm dəyir bir-birinə və insan bununla üzləşməsi 50 yaşında daha çətindir, nəinki 25 yaşında, 20 yaşında. Ona görə də ən yaxşısı valideynlər daha böyük olduğu üçün bunun üstündə işləməlidir və yeniyetmələr olsun, uşaqlar olsun, daima maarifləndirilməlidir. Həm övladlara sərhədlərini bildirmək lazımdır ki, valideynə hörmət prinsipləri, cəmiyyətə hörmət, insanlara hörmət, həm də öz sərhədlərini qorumalı, bacarmalıdırlar ki, nə istəyirlər, nə arzuluyurlar, həyatdan gözləntiləri nədir, etiraz eləmək əslində pis bir şey deyil, qarşı tərəfə hörmət edərək bunu eləmək olar. Çünki bu özümüzü kəşf prosesinin bir parçasıdır. Belə. Fatimə xanım, stresslə bağlı bizi dinləyənlərə, burada təkcə müəllimləri və yaxud da ki, valideynləri nəzərdə tuturam. Hər kəs üçün deyəcəyiniz bir psixoloq olaraq əsas məsləhət nə olardı? Yəni, nə demək istəyir? Onlar nəyi bilməlilər stres haqqında? Aydındır. İlk öncə onu bilməlidirlər ki, stres yaşamaq normaldır. Yəni, özəlliklə də indiki zaman üçün normaldır. Nə mənada normaldır?
biz hal-hazırda şəhərdə yaşayırıq bir çoxumuz. Rayon yerlərində də əlbəttə yaşayan bizim dəyərli soydaşlarımız var, amma lap rayon yerində olsaq belə bu maşınlardır, olsun, sənayeləşmə olsun, sənayeləşdiyimizə görə biz istəsəydik, istəməsəydik səs-küy olacaq. Biz istəsəydik, istəməsəydik kapitalizm olduğuna görə qaça-qaçda olacağıq, pul qazanmağa çalışacağıq. İstəsəydik, istəməsəydik bir çoxumuzun işi insanlarlandır və insanlar müxtəlifdir. Mənə elə gəlir ki, birinci bunu qəbul etməkdən başlamalıyıq ki, biz belə bir şəraitdə yaşayırıq və gələcəkdə hələ bundan da betərləri olacaq. Yəni maşın sayı çox olacaq. Ki bu da normaldır, hamımız maşından istifadə edirik. Nə bilim, gələcəkdə daha çox insanlarla bəlkə kontaktda olacağıq biz işlərimizlə bağlı olaraq. İndi hansısa bir müəllimin otağında 20 uşaq varsa, sabah olacaq 30 uşaq, əhali çoxalır və s. Və bunu hələ bir normallaşdıraq ki, bu davam eləyəcək bir prosesdir. İkinci məsələ yenə özümüzə dönüb baxmalıyıq ki, bizdə nə baş verir, nəyə görə məsələn hansısa hər şey bizim verdiyimiz mənalardan asılıdır, elə deyilmi? Ola bilər ki, hansımızsa qazlı suya çox iyrənc bir şey kimi baxırıq, bəzilərimiz çox sevirik. Nəyə görə hansımızsa qazlı suyu çox sevirik? Məsələn, hansısa bir meyvə şirəsi olsun da biz onu çox sevirik bəzilərimiz isə ona zəhləmiz gedir, düşünürük ki, o bizim üçün ziyandır. Çünki hamısı verdiyimiz mənalarla bağlıdır da, elə deyilmi? İkinci məsələ özümüzə dönüb bizi nə qıcıqlandırır, bizi nə narahat edir, nə stressləndirir və biz o şeylərə nə mənalar veririk, buna baxmalıyıq və bunu dəyişdirməliyik, alternativ bir düşüncələr, inanclar formalaşdırmalıyıq. Çünki ola bilməz ki, eyni adam ola, fərqli adamlar olar, amma eyni situasiya ola. Mən bunu iş şəraitində də, digər yerlərdə də çox müşahidə edirəm. İşçilərdən biri çox stresslənir, bir problem olanda o biri çox sakit, həll edərik, narahat olmayın, dünya dağılmır deyib keçir kompüterin arxasına və həll edir. Ona görə də gərək bir sözlə adam özü stressə davamlılığını inkişaf etdirsin. Buna müxtəlif yolu var. Psixoterapiyaya gedə bilər, konsultasiyalar ala bilər, necəsə təlimlərə qoşula bilər, stres idarə etmə ilə bağlı öyrənə bilər. Və üçüncü məqam odur ki, ən yaxşı halda fiziki aktivliklər, nəfəs məşqləri, meditativ məşqlər edəsən. Bu çox önəmlidir. Bayaq dedim, sənayeləşmə dövrüdür, kapitalizm dövrüdür. Hamımız üçün mən qarışıq müəyyən bir maddiyyatın arxasınca gedirik. Ehtiyac var, bu inkar edilməzdir. Amma həmin bu qaçdığımız bir yerdə biz kimik? Yəni o pulun dalınca qaçırıq, nəyisə dalınca qaçırıq, amma biz orada kimik? Məsələn, mən özümə həftədə heç olmasa 1 saat da olsa zaman ayırıram, amma mən hər zaman deyirəm, yəni zaman ayırıram deyəndə insanlar yanlış anlayır ki, getdim açıq havada kitab oxudum. Bu sayılmır. Mən kitab da oxumuram, qulağımda qulaqlıq da yoxdur, musiqi dinləmirəm, heç bir şey eləmirəm. Sadəcə otururam, andan zövq alıram. Ya da nə qədər biz yeməyi yeyəndə o anda qalaraq yeməyi yeyirik. Mindful həyat deyək də, yəni nə qədər anda qalaraq fərqindəliklə yemək yeyirik. Yeməyə fikir verək, məsələn, neçə dəqiqə yeyirik, 30 dəqiqəyə mi yeyirik, 20 dəqiqə mi yeyirik, yoxsa 2 dəqiqəyə tez yeyib çıxırıq. Əlbəttə ki, 2 dəqiqəyə yemək yeyən adam çox ehtimal ki, həyatın bir çox sferasında tez-tez yaşayır həyatını və özündən qopuq yaşayır. Onun stresə düşməyi də rahat olacaq, digər şeylər də rahat olacaq. Ona görə də yəqin ki, fiziki məşqlər olsun, məcbur deyildim ona getmək, fitness eləmək, sadəcə gəzmək olsun, mütləq həyatımızda 2 gündən bir, 3 gündən bir olsa da bunu təmin eləmək, nəfəs praktikaları eləmək ki, YouTube-da bununla bağlı çoxlu materiallar var, meditasiya eləmək, yoga alınırsa yoga eləmək, alınmırsa heç eləməmək, amma yəni bu tipli şeyləri diqqətdə saxlamaq və həyatımızı yavaşlatmağa çalışmaq və bir şeyə fokuslanmaq. Məsələn, yemək yeyirəmsə, sadəcə yemək yemək və telefona baxmamaq. Televizora baxıramsa, 1 saatlıq bir film qoşmuşamsa, ancaq 1 saatlıq filmə baxmaq. Yəni başqa bir şeylə, məsələn, telefonda qurcalamamaq eyni anda. Məsələn, əgər mən mesajı cavablayıramsa, 10 dəqiqə ancaq o mesajla məşğul olmaq və o problemi həll edib, telefonu bağlayıb, məsələn, kitab oxumağa getmək. Mənə elə gəlir ki, bəzən biz multitasking eləməyə çalışanda bir yerlərdə də özümüzü itiririk. Bu mənim əlbəttə ki, öz hardasa fikrimdir. Multitasking çox yaxşı bir şeydir, amma baxır harda. Əsas odur ki, özümüzü itirməyək bu boyda xaosun içərisində. Fatma xanım, çox sağ olun gəldiyinizə görə. Mən təşəkkür edirəm dəvətinizə görə. Dediyiniz fikirlər, verdiyiniz cavablar mənim öz fikirlərimdə müəyyən şeylərə dəyişə bildi və ümid edirəm ki, bilirəm ki, hər kəs üçün faydalı olacaq. Qulaq asan hər kəs. Çox sağ olun gəldiyinizə görə. Təşəkkür edirəm, minnətdaram. Çox sağ olun, çox xoş oldu mənim üçün. Təşəkkür edirəm.